Son günlər sosial şəbəkələrdə Arzum adından çıxış edən bir qadının yayınladığı görüntülər geniş müzakirələrə səbəb olub. Müğənni olmaq arzusunda olan bu şəxs sosial mediada dar geyimlərdə bədən quruluşunu qabardan pozalarla paylaşdığı videolarla diqqət çəkməyə çalışır. İctimaiyyət nümayəndələri bildirir ki, bu cür adamlar sənət və mədəniyyət anlayışına kölgə salır. İnsanlara musiqi və yaradıcılığı ilə deyil, geyimi və bədən görüntüsü ilə tanıdılmaq istəyən şəxslər sənət aləmini ucuzlaşdırır. Səhnə adamı olmaq məsuliyyət tələb edir. İfaçı diqqəti, səsi, davranışı və sənətə münasibəti ilə cəlb etməlidir. Diqqəti istedadla deyil, cəsarətli geyimlə toplamaq sənətin deyil, ucuz şou nümayişinin göstəricisidir. Halbuki Azərbaycan musiqisində elə ifaçılar var ki, onlar öz səsləri və sənətə yanaşmaları ilə fərqləniblər. Həmid Hüseynova və onun kimi bir neçə sənətçi bu səhnəyə bədən nümayişi ilə deyil, səsinin gücü, zərifliyi və sənətə sadiqliyi ilə gəlib. Cəmiyyət arasında formalaşan fikir isə açıqdır. Sənət adı altında bayaqlıq nümayiş etdirmək, ictimai dəyərləri tapdalamaq nə azadlıqdır, nə də yaradıcılıq. Bəs görəsən sosial şəbəkə istifadəçiləri bu barədə nə düşünür? Fikirlərinizi rey bölməsinə yaza bilərsiniz.